Birinci sualda deyir ki, sistem proqram təminatına aid deyil. Biz proqram təminatını keçəndə həmin bölmədə demişdik ki, software hissəsi proqram təminatı. İki hissəyə bölmüşdük. Elədirmi? Hansı ki, sistem proqram təminatının baza və servisə. Bizdən soruşur, sistem proqram təminatına aid deyil. Ya bu baza olsun, ya da servis olsun. Heç birinə aid olmayanı istəyir bizdən. Adobe. Adında Adobe varsa, mən bunu sizə nə demişdim? Hansı təyinatı götürəcəydiniz burada? Konkret məsələ həll edir də vektordur. Elədir? Qrafik redaktordur. Vektor qrafik redaktordur. Aha, baxaq. Deməli, bu bizdə olacaq vektor qrafikası. Bu da bizdə tətbiqi proqram təminatına aiddir. Doktor Web sistem proqram təminatıdır. Bəli, servis qoluna aiddir. Bu bizdə nədir? Antivirusdur. Antivirus. Linux əməliyyat sistemidir. MS Excel bizdə konkret məsələni həll edir. Deməli, bu nədir? Tətbiqi proqram təminatıdır. Oracle bu bizdə VBIS-dir. Verilənlər bazasını idarə etmə sistemidir. Disk cleanup diskdə olan səhvləri tapıb aradan qaldırır. Bu bizdə utilitdir. Utilit də bizdə servis hissədir. Deməli, servisdə olmasın, bazada olmasın. Antivirus servisdir. Utilit servisdir. Budur. Əməliyyat sistemi bazadır. Bu da olmasın. 1, 4, 5. 1, 4, 5 cavab D variantı. Aydındır. Doğru cavabınızdır. İkinci sual. Hansı sistem proqramlarına aiddir? Bizdən sistem proqramlarını istəyir. Əlbəttə ki, əməliyyat sistemləri, arxivləşdirmə proqramları. Doğru cavabımız D variantıdır. Buradan nəyi çıxırıq? Qrafik redaktorlar tətbiqi proqramdır. Translatorlar instrumental proqram təminatıdır. Interpretator da instrumental proqram təminatıdır. Kompilatorlar da instrumental proqram təminatıdır. Əməliyyat sistemlərini müəyyən edin. Əməliyyat sistemlərimiz Linux, Word bizdə tətbiqi proqram təminatıdır. Deməli, MacOS bizdə iPadlərin nəyidir? Əməliyyat sistemidir. ScanDisk utilitdir. Disk defragmenter fragmentasiyanı azaldır. Yəni, diskdə səpilmiş faylları aradan qaldırır. Diski optimallaşdırır. Bu bizdə utilitdir. Windows'da əməliyyat sistemidir. Mən yazdıqca siz də yəqin ki, yazırsınız da, elədirmi? Çünki bunlar sizə hər biri qarşıda çıxacaq. Məsələn, Linux'i görüb, gələn dəfə deməyin ki, görürsən bu nədir? Bu əməliyyat sistemidir. Burada da doğru cavabımız olacaq 3, 4, 6, yəni D variantı. Uyğunluğu müəyyən edin. Əməliyyat sistemi, tətbiqi proqram, proqramlaşdırma dili. MS-DOS bizdə əlbəttə proqramlaşdırma dili deyil. Nədir? Əməliyyat sistemidir. Oracle bizdə tətbiqi proqramdır, VBIS-dir. Adobe Photoshop bizdə nədir? Tətbiqi proqramdır, rasterdir. Linux əməliyyat sistemidir. C++ nədir bizdə? Kim deyər? Kim bunu desə, ona bir dənə afərin deyəcəm. Kim deyər? C++ bizdə nədir? Proqramlaşdırma dili. Bəli, bu da bizdə proqramlaşdırma dilidir. Tamamilə doğrudur. Afərin. Bir C olsaydı bu mühasibatlıqdır, tətbiqdir. Bir C mühasibatdır. Amma C++ bizdə olacaq proqramlaşdırma. Növbəti Windows əməliyyat sistemi ilə bağlı doğru fikirləri, burada uyğunlaşdırsınız. D variantı uyğun gələcək hələ. Windows əməliyyat sistemi ilə bağlı doğru fikirləri müəyyən edin. Windows əməliyyat sistemində deyir, doğru fikri. Faylın adı 255 simvoldan az ola bilməz. Xeyr, 255 simvoldan çox ola bilməz. Qrafik redaktorunda hazırlanmış şəkli yadda saxlamaq üçün Ctrl-S, Ctrl-C nə idi? Kopyalamaq idi. Kopya. Faylı çap etmək üçün, çap etmək üçün biz Ctrl-P-dən istifadə edirik. C nədir? Kopyalamaqdır. Ən sadə qrafik redaktor kim deyər? Nədir? Ən sadə qrafik redaktor. Paint'dir. Afərin. Faylın adında ət simvoluna istifadə icazə verilir. Verilir də, bəli. Faylın adında 9 dənə simvola icazə yoxdur. Hansılar idi? Slashlər, böyüdü, kiçikdir, ulduz, sual, 2 nöqtə və dırnaq. Yazın özü üçün. Həm faylın adında, həm də faylın genişlənməsində. İcazə yoxdur. Deməli, bizim faylımızın adı mən təyin edirəm. Nöqtədən sonra genişlənməni proqram təyin edir.
Bu simvollar həm ad hissədə olmaz, həm də genişlənmədə olmaz. Bir dənə də bizim ad hissədə olmaz deyə sözlərimiz var. Onları da burada daxil edəcəm. Yazın bunları da. Con olmaz, nul olmaz, AUX olmaz, PRN olmaz, PRN. Com 0-dan 9-a qədər olmaz. LPT 0-dan 9-a qədər olmaz. Məsələn, bunlar ad hissədə olmaz ha, adında. Mən qoya bilmərəm. Amma genişlənmədə olar. Məsələn, tutaq ki, indi gələcəkdə görəcəksiniz testlərdə. Tutaq ki, bizə verilib zon 1. Zon 1 olar, amma boş zon olmaz. Məsələn, com 0 olmaz, amma com altdan xətt 0 olar. Aydındır? Ümid edirəm ki, aydındır. Növbəti sual. Sistem proqram təminatına aiddir. ScanDisk. ScanDisk nədir? Bayaq da qeyd elədik. ScanDisk nədir? Bad sektorları tapır, pis sektorları tapır. Diskdə olan pis sektorları tapır, aradan qaldırır. ScanDisk utilitdir, xidməti proqramdır. MS Word tətbiqi proqramdır. Python proqramlaşdırma dilidir. MS Access tətbiqi proqram təminatıdır. Avast nədir? Proqramlaşdırmadır. Avast. Avast nədir? Kim deyər? Hərdən səhvlər deyirəm ki, görüm kim düzün deyir. Avast nədir? Kim deyər? Antivirusdur. Antivirus. Bax, yazın da özü üçün. Xahiş edirəm. Bax, bu günləri nə üçün buna proqramlaşdırma etdim? Bu gün uşağın biri deyir ki, müəllimə, Avast deyir, proqramlaşdırmadır. Xeyr, Avast bizim üçün sistem proqram təminatının servis hissəsidir və antivirusdur. Virusun xoş xassəli hissəsinə aiddir. Disk cleanup, diskdə olan səhvləri tapıb aradan qaldırır. Bu da utilitdir. Deməli, sistem proqram təminatına aid olanlar hansılar oldu? 5 oldu, 6 oldu, bir də 1 oldu. 1, 5, 6. Davam edək. Növbəti sual, 7-ci sual. Ardıcıllığı tamamla. Kim tamamlayar bu ardıcıllığı? Panda, MC, AF, Nortan. Sonra növbətdə nə olacaq? Bunlar bizdə nədir? Kim deyər? Antiviruslardır bunlar. Bəli, bəli. Antiviruslardır. Ardıcıllığı, bəli. Tamamilə doğrudur. Yahoo bizdə olacaq sosial şəbəkə. MS Access tətbiqi proqram. Teams bizdə sosial şəbəkə. Opera bizdə deməli Sara müəllimə də qoşuldu. Əla. Sonra 8-ci sualdan davam edək. Proqramlaşdırma alətləri hansı proqramlar? Axşamınız xeyir. Bizdən soruşur, yəni bunlardan hansı proqramlaşdırma dilidir? Gəlin bir yerdə baxaq. Deməli Python, bəli. Python bizdə proqramlaşdırmadır. PowerPoint tətbiqdir. Oracle bizdə VBS'dir, verilənlər bazasını idarə etmə sistemidir. C++ dedik, Python ümumiyyətlə proqramlaşdırma dilinə aiddir. Deməli, biri Pythondur, biri budur. Və Pascal da bizdə proqramlaşdırmadır. Disk defragmenter nədir? Diskdə olan səhvləri tapıb aradan qaldırır. Bu da utilitdir. Hər dəfə yazıram. Siz də zəhmət olmasa öyrənin. Bunlardan hansı antivirusdur? Bəli, A variantı. Bax, MCAFEE. Bu bizdə antivirusdur. Sistem proqramlarına aid deyil. Əməliyyat sistemi aiddir. Antivirusa aid utilit təqdimat proqramı. Təqdimat proqramları sistem proqramlarına aid deyil. Adından da göründüyü kimi o tətbiqi proqramlara aiddir. Proqramlaşdırma dilində yazılmış bir proqramı artıq biz maşın koduna çevirməliyik. Maşın koduna çevirmək üçün biz translator adlanan proqramlara müraciət edirik. Translatorlar iki yerə bölünür. Biri interpretatordur, biri də kompilyatordur. İnşallah ki, bizim növbəti dərsimizdə bütün yoldaşlarımız bir yerdə olacaq və biz proqramlaşdırma dilinə başlayacaq, Pythona başlayacaq sizinlə, Allahın köməkliyi ilə. Python proqramlaşdırma dili interpretator mühitidir. Yəni, orada maşın kodu sətir-sətir çevirir. Amma kompilyator nədir? Bütövlükdə. Gəlin, baxaq variantlara. Sətir-sətir, ardıcıl şəkildə sətir-sətir. Baxın, hər bir sətiri ayrıca maşın koduna çevirir. Bunun adı nə oldu? Interpretator oldu. Bunları zəhmət olmasa dəftərinizə qeyd edin. Kompilyator isə komple sözündəndir. Artıq burada sətir-sətir yox, bütövlükdə, komple şəkildə, kompleks şəkildə. Doğru cavabımız da burada olacaq C variantı. Ümid edirəm ki, aydındır. Məntiqi ardıcıllığı tamamla. Paint'dir, WordPad'dir, Access'dir. Bunlar görürsünüz tətbiqi proqramdır. Deməli, burada Excel doğru cavab olacaq. Excel hansı variantdır? B variantı. Gəlirik ən
şagirdlərin zəhləsi getdiyi sual tiplərinə. Diqqətlə qulaq asaq. Bizdə deyir ki, hər hansı qovluqda şəkil.jpg. Ümumiyyətlə, jpg varsa, bu hansı redaktorlara aiddir? Kim deyə bilər? Bu necə bir fayldır? Ay, sağ ol, afərin sənə. JPEG varsa bizdə bu qrafikadır, qrafik redaktordur. Deyir ki, hər hansı qovluqda bir dənə qovluq var. Bu qovluqda mən şəkil JPG-ni saxladım. Bu qovluqda yeni bir qovluq yaradıldı. Deməli, bu qovluğun içində də bir dənə qovluq yaradıldı. Başa düşdünüz nədir? Deyir ki, bu qovluqda yeni bir qovluq yaradıldı. Şəkil JPG qovluğu bu qovluğa daşıdım. Yerini dəyişdirilən faylın tam adı bu formada oldu. Deməli, faylımızın tam adı nə deməkdir? C diski 2 nöqtə sola doğru slash, yazılış bu formadadır. Z3 kataloqumuz var, yəni qovluğumuz var. Daha sonra D 2023, yenə də slash kb6 slash şəkil nöqtə jpg. Daşınmaya qədər. Yəni, bu ikinci var. Qoy bir dənə qələmin rəngini dəyişim. Mən bunu bura daşıdım da, elədirmi? Bunu yaratdım, ən birinci. Elədir? Bu daşınan ikinci oldu. Sonra bunu bura daşıdım. Deməli, A qovluğun əvvəlcə yaratmışdım. Yaradıldı, daşıdı. Daha sonra bu qovluğu yaratdım. Deməli, daşınmaya qədər deyirsə, ən sonuncu qovluğu mən burada götürməyəcəm. Amma məndən nə istəyir? Qovluğun tam adını istəyir. Mənə demir ki, faylın tam yolu necədir? Qovluğun tam adı deyirsə, bu mənim faylımdır da. Elədirmi? Şəkil.jpg biz demişik ki, bu ad hissədir. JPG olan hissədə genişlənmədir də. Bu fayl olan hissədir. Fayl demir mənə. Mənə fikir verin, deyir, qovluğun tam adını müəyyən edin. Qovluğun tam adı olacaq C diski 2 nöqtə slash Z3 D2023. Belə cavab varmı? Var. B variantımız doğru cavabdır. Daha sonra deyir ki, kitab.bmp. BMP bizdə hansı tip fayla aiddir? Kim deyər? BMP bizdə hansına aiddir? Mətin bizdə Dodge-dur, DocX-dur, Dot-dur, DotX-dur. Necə? Sonra deyə bilərik RTF-dır, TXT-dır, bunlardır. Amma BMP bizdə qrafikadır, şəkildir. Şəkil sizə qrupa atmışdım. Niyə onlar əzbərləməmisiniz? Bax, deyir ki, kitab.bmp faylı informatika qovluğunda saxlanılır. Deməli, bir dənə qovluğum var, ay yoldaşlar. Bunu ancaq şəkillə başa düşün. Bunun adı informatikadır. İnformatika. Bunun içində nə saxlanılır? Deməli, kitab.bmp şəkil formatında saxlanılır bir dənə fayl. Daha sonra bu faylı həmin qovluqda yerləşən fisk adlı qovluğun daxilində yaradılmış yeni qovluğa. Bay dədə, bu nə deməkdir? Bir dənə də baxaq görək bu nə deyir bizə. Deyir ki, daha sonra bu faylı, həmin qovluqda, bu qovluqda yerləşən fiska adlı qovluğun daxilində yaradılmış. Deməli, bir dənə də dayanıb, bir dənə də oxuyun bunu. Deyir, bu qovluğun daxilində bir dənə qovluğu yaradımsa, onun adı fiskadır. Fiskanın da daxilində bir dənə qovluq yaratdın və onu ora daşıdın. Başa düşdünüz? Deməli, informatika qovluğunda saxladım. Daha sonra bu faylı həmin qovluqda yerləşən fisk adlı qovluğun daxilində yaradılmış yeni qovluğa daşıdıq. Deməli, mənim burada 3 dənə qovluğum eləyir, ay müəllim, bəli. İnformatika qovluğu, fiska qovluğu, fizika qovluğu, bir də fiskanın daxilində yerləşən onun alt qovluğu. Hamı cümləni başa düşə bilir? Bəli. Əla. Deməli, indi bu qovluğun adını verməyib də, bizdən də o tələb olunur ki, ged indi düzgün variantı seç. Düzgün variant seçsə burada özdə faylın tam yolunu, faylın tam adını istəyir, hamısını istəyir. Fayl başqadır. Bizim bu əvvəlki sualımıza baxın. Qovluq istəyirdi. Ona görə mən burada kəsdim. Bu faylı götürmədik də ən sondakı. Başa düşdünüz? Şəkil.jpg biz götürmədik. Çünki o fayl hissəsinə aid. Amma burada fikir verin bizdən nə istəyir? Deyir ki, faylın tam adını müəyyən edin. Artıq siz kitab.bmp-ni də götürəcəksiniz. Aydındır? Hamısını götürəcəksiniz. Hansı variant olar sizcə burada? A.
Bəli, A variantı informatika qovluğu, onun alt qovluğu fizika qovluğu, onun da alt qovluğu şəkil qovluğu. İndi deyirsən, ay müəllim, nə bildin ki, bu şəkildir? Uşaqlar var, deyir, ay müəllim, nə bildin bu şəkildir? Şəkil olmasın, əli olsun, vəli olsun, kitab olsun, qələm olsun, dəftər olsun. Fərqi var. Burada fizika ola bilməz. Burada nə səhvdir? Gəlin baxaq. Bir dənə də yeni qovluq. Ya, səndə burada 3 dənə qovluq olmalıdır. Burada 2 dənə qovluqdur, burada 2 dənə qovluqdur. Ona görə də bunlar səhvdir. Aydındır? Yəni orada əsas mahiyyət ad deyil də, 3 dənə qovluğun yaranmasıdır. Doğru yazılmış fayl adını müəyyən edin. Doğru yazılmış fayl adını müəyyən eləmək üçün 9 dənə simvol var ki, biz onlardan istifadə edə bilmərik. 1, 2, 3, 4, 5, 6, 7, 8. Biri hansı qaldı? Bir dənə də bizim ulduzumuz var ki, istifadə olmaz. Deməli, indi mən tam yaxşı görə bilmirəm. Yəqin ki, bu nidadır da, elədirmi? Kiminsə kitabı varsa... Nidadır mənim. Hə, kiminsə kitabı varsa orada köməklik eləyəsin. Bax, məsələn, nidaya icazə var da, elədir. Deməli, bir doğrudur. Qoşa nöqtə var, olmaz. Olmaz, bəli, doğrudur. 3 düzdür, problem yoxdur. 4-də sual işarəsi var. 5-də də bir dəqiqə düzdür, problem yox. Bəli, doğru cavab 1, 3, 5, əla. Kaspersky ScanDisk proqramların ortaq xüsusiyyətlərini istəyir. Kaspersky bizdə antivirusdur. ScanDisk isə bizdə utilitdir. Utilitlə Kaspersky antivirus hər ikisi hardadır? Xidməti proqramdır da, servis hissəsinə aiddir. Xidməti proqram, servis. Bəli, xidməti proqram doğru cavabdır. Doğru cavabdır, A variantıdır. Doğru fikirləri müəyyən eləyin, eləyək də. Basic proqramlaşdırma alətidir. Sizcə doğrudur? Basic proqramlaşdırma. Proqramlaşdırma aləti ilə proqramlaşdırma dili elə demək olar ki, sinonim sözlərdir müəllimə. İşlətmək olar. Bəli, bəli. Proqramlaşdırma dili, proqramlaşdırma dili. Sözü ilk dəfə də işləmişəm. Hə. Ona görə test işləyirik də. Mən sizə ona görə istəyirəm ki, mənim yanımda çoxlu testlər işləyəsiniz ki, bax belə suallar düşəcək. Bax, siz bunu tək başına işləsəydiniz, siz bunu səhv götürəcəydiniz. Amma bilməlisiniz ki, aləti, dili, bəli, proqramlaşdırma mühiti, bunlar hamısı sinonim sözlərdir. Aləti, dili, mühiti. Bəli. Ona görə də bunu biz doğru cavab kimi götürürük. 2-də Excel bizdə mətn redaktorudur. Xeyr, elektron cədvəldir. Bəli, cədvəldir. Mətn redaktorlarımız Word-dür. Adında, bax onları gəlin bir dənə yazaq yeri gəlmişkən. Adında İşləməsində doku olanlar ay sağ ol. Doğrudur. Bəli, bəli. Adında Word olan, write, yazmaq olan, write. Sonra leksikon, AmiPro. Bir dənə də burada diqqətli olun, adında Word sözü olanlar. Genişlənməsi də Dodge-dur, Dodge-X-dır, Dot-dur, Dot-X-dır, TXT-dır, RTF-dır. Və salam, öyrənsən, gedirsən qabağa. OpenOffice Impress bizdə qrafik redaktorudur. Xeyr, 6-cı sinifdə verilib bu bizə. OpenOffice Impress kim deyər? Bu nə redaktorudur? Təqdimat. Təqdimat redaktoru. 2 dənə cəmi təqdimat redaktorunun adı var. Biri PowerPoint-dır. Mən yazdıqca dəftərlərinizə qeyd edin, zəhmət olmasa. Biri PowerPoint-dır, biri də OpenOffice Impress-dir. Bu bizdə nədir? Təqdimatdır. Təqdimat, presentasiyadır. Bir dənə kompüteri taxım zaretki. Aha. Siz oxuyun. Növbəti. Tətbiqi proqramlar kompüterin proqram təminatının əsasını təşkil edir. Düzmü deyirsizcə? Səhv deyir. Tətbiqi proqramlar kompüterin proqram təminatının. Yaxşı, nə olmalıdır bəs? Sistem proqramları. Bəli. Doğrudur. PowerPoint tətbiqi proqrama aiddir. Doğrudurmu? Bəli. Driverlər kompüter qurğunun işini idarə edən proqramdır. Bəli, doğrudur. Yaxşı, desəydik ki, kompüterlərin xarici qurğuların işini idarə edən mikrosxem. İnterfeys olmur onda. Bəli, ona da biz kontrollər deyirdik. Ötən dərsdə biz demək olar ki, bütün testləri işləmişdik sizinlə. Bəli. Deməli, doğru cavabımız 1, 5, 6-dır. A variantımız doğru cavabdır.
Ümumiyyətlə burada məsələn 4-cü sualda çox adam bunu düz götürür. Bir şey deyəcəm ki sizə, tətbiqi proqramlar insanın işinə lazım olan proqramlardır. Məsələn tutaq ki mən Word-də yazı yazıram. Bu mənim öz işim üçündür də. Bir də var kompüterin proqram təminatı. Kompüterin proqram təminatı deyəndə əməliyyat sistemi, utilitlər, antiviruslar, driverlər əsasdır. Yəni artıq o sistem proqramlarıdır. Utilitlərə aid olan proqramlar. Yəni bəzi insanlar var, kompüterdə heç Word yoxdur, çünki ondan istifadə Bəli, ay sağ ol. Mən lazım deyil də, yəni Word. Access-də bəzi proqramlar var, belə bütün kompüterdə Bəli. yoxdur. Onun kimi deyil. Bəli, bəli. Bəli. Utilitlərə aid olan proqramları müəyyən edin. Bəli, aferin sənə. Panda utilitdir. MySQL bizdə VBIS-dir. Verilənlər bazasını idarə etmə sistemi. Photoshop qrafik redaktordur, rasterdir. Basic proqramlaşdırma dilidir, alətidir, mühitidir. MS-DOS isə bizdə əməliyyat sistemidir. Amma Panda nədir? Utilitdir. Utilit, xidməti proqram. Xidməti proqramları müəyyən edin. Necə? Panda antivirus idi. Panda bəli, Panda antivirusdur bəli. Utilitin özü belə. Bilirsiniz necədir? Burada belə bir məsələ var ki, antivirus böyüdür utilitdən. Yəni utilit özü antivirusun içərisində yer alıb. Başa düşdünüz necə? Ay sağ ol. Sonra xidməti proqramları müəyyən edin, müəyyən edək. Word bizdə nədir? Tətbiqi proqramdır. Üzr istəyirəm, buna plus qoydum. Tətbiqi proqram təminatıdır. MCAF bu bizdə nə idi? Kim deyər? Bayaqlar dedik bunun adını. Ben bu da antivirus. Ay sağ ol. Antivirusdur. Antivirusdursa xidmətidir. Bəli, xidmətidir. Deməli, mən içini doğru götürəcəm. Pascal proqramlaşdırma dilidir. Doğrudur. ScanDisk utilitdir. Götürəcəm. Avast antivirus. Götürəcəm. O da utilitdir. MS-DOS-da əməliyyat sistemi. Əməliyyat sistemidir. Bu bazaya aiddir. Baza aid deyil. Xidməti aid deyil. Xidməti aid olan antivirusdur. 4-dür, 5-dir. Sualımız yoxdursa davam edək. Proqramlaşdırma alətlərini müəyyən edin. İləydə işimizin gücümüzün adı nədir? Ay sağ ol. 1, 5, 1 yox, 2, 5 mütləq var. Bir də logo. Bir də logodur, logo. Bax, bir dənə bir şey deyəcəm sizə. Bəli. Dizayn üçün lazım olan proqramda ona aid. Bəli. Baxın, dizayn adında o qrafik redaktordur, bəli. 6-cı sinifdə var. Səhv eləmirəmsə tərcümə üçün lazım. Yox, Kaspersky antivirusdur. Antivirusdur. Bəli. Logo bizdə proqramlaşdırma dilidir. Alt logo isə, kitablarda var da, məktəb kitablarında. Alt logo isə tətbiqi proqramdır. Özü üçün bunu qeyd eləyin, zəhmət olmasa. Deməli, proqramlaşdırma alətlərində hansılar oldu? Dizayn bizdə tətbiqdir. Pascal doğrudur. Kaspersky antivirusdur. Logo proqramlaşdırmadır. Basic proqramlaşdırmadır. Linux isə əməliyyat sistemidir. Əməliyyat sistemlərini müəyyən edin. Linux, Windows. Bəli. Aferin. Bax, özünüzcə yavaş-yavaş yola düşürsünüz. Paint bizdə oldu raster. MS-DOS əməliyyat sistemidir. Python proqramlaşdırma. Linux əməliyyat sistemi. Windows MS-DOS bəli, əməliyyat sistemidir. Web doktor nədir? Doktor web nədir? Antivirusdur. Bəli. Sonra tətbiqi proqramları müəyyən edin. Tətbiq, yəni insana lazım olan proqramlar. Əməliyyat sistemidir bu. Dizayn proqramıdır. Qrafik redaktordur. Web doktor antivirusdur. Impress. Bayaqlar demişdim bunu. Impress bizdə nədir? Təqdimat proqramı. Bəli, təqdimat proqramıdır. CorelDRAW tətbiqdir. ScanDisk isə utilitdir. Deməli, burada olacaq 2, 4, 5. Tətbiqi proqramlar 2, 4 və 5. Düzmü dedim? Düz dedim. Doğru yazılmış fayl adını müəyyən edin. Yenə də biz 9 dənə simvol. Dropa görə çıxırıq. Bəli. Burada buna görə çıxırıq. Burada 2 nöqtəyə görə. B-də qoşa nöqtə var. Onu tam görə bilmirəm. B-də bəli, qoşa nöqtədir, bəli. Burada da sualdır. İşarəsinə görə D-də də o da ulduz var. Bəli. Y variantı deyən düzdür. Afərin. 25 faylın adını yanlış olanı, indi yanlışı istəyir bizdən. Hansılar yanlışdır? Maşallah gözümüzü ağrıtmır. Kitab o qədər qəşəngdir ki. Yanlış olan da, bəli, 2.Y variantındadır. Doğrudur. Sonra 26 fayl adını, doğru yazılmış fayl adını bu səfər istəyir bizdən. 26 B variantı. Doğrudur.
B-dir, doğrudur. Faylın tam adını doğru ardıcıllıqla yazın. Deməli, bayaq da bunu qeyd elədim. Birinci bizim diskimizin adı olur. Diskin adı A, B, C, D, F, Y ilə işarə oluna bilər. 2 nöqtə sağa doğru siləşi gedib orada götürüb. Özünüzü də mənə də burada infarkt eləməyin. Sola doğru siləş. Daha sonra bizim artıq bizim artıq bundan sonra gələcək qovluqlarımızın adı. Məsələn, gəlin bir dənə bunu yazaq 2, elədimi? 2 demək 2 ilə başlayacaq. 2 ilə başlayacaqsa əla. Sonra gələcək bizdə informatika, əla. İnformatikadan sonra yenə də sola doğru siləşimiz var. 4 ola bilməz. Baxın, 3 gəldi. 2-dən sonra 3 olanlar, bu da getdi. 4 niyə ola bilmir? Çünki artıq bunun siləşi var da. Bəli, 5 olacaq. Quizlər olacaq. 5 olacaq. 4 olacaq. 6 olacaq. 1 olacaq. Bəli, aferin sizə. Tamamilə doğrudur. Yəni test işlədikcə özünüz də görəcəksiniz ki, hər şey qaydasına düşür. Sadəcə çoxlu test işləmək lazımdır. Davam eləyək. Tətbiqi proqram təminatına aiddir. Bunlardan hansı tətbiqə aiddir? Gəlin bir yerdə baxaq. Arxivləşdirmə proqramları xidməti proqramlardır. Nəşriyyat sistemi, bəli. Nəşriyyat sistemi tətbiqi proqramlara aiddir. Əməliyyat sistemi bazadır. Antivirus servisdir. Utilit xidmətdir, servisdir. Kompüterin bütün hissələrin düzgün, səliqəli işləməsini təmin edən proqramlar necə adlanır? Hardadır? Ötən dərsdə də biz bunu demişdik. Kompüterin qurğularını diaqnostika edən proqramlar. Həmin proqramlar ümumiyyətlə necə adlanır? Necə? İşdə bilmirəm tam sizə. Düz deyirsiniz, amma tam şəkildə işlə bilmirəm. Bəli, sistem proqram təminatıdır. Burada da bizim sistem proqram təminatımızda bizim deməli post proqramımız var. Post özü yerləşir BIOS'un içində. BIOS özü yerləşir ROM-un içində. RAM-ın yox, ROM-un içində. Və mən sizə qeyd eləmişdim. ROM-un içində BIOS var, post var, CMOS var və bir də bot var. Postdan sonra bot olur. Bot neynir? Xarici yaddaş qurğusundan əməliyyat sistemini RAM-a yükləyir. Aydındır. Driverlər aşağıdakı sadallardan hansılarına aiddir? Driverlər bizdə xidmətidir. Sistemə aiddir. Ay, sağ ol. Düzdür. Doğru cavabımız hansı oldu burada? C variantı. Qurğunun işini idarə edən proqramlar. Doğru yazılmış fayl adı. 3, 4, 6 yoxsa? Dübbələmdüz. 3, 4, 6. Aferin. Burada bunu çıxırıq, burada bunu çıxırıq. 3 doğrudur. 4 doğrudur. Burada bunu çıxırıq. Bəli, 3, 4, 6. Əhsən, super. Davam edək. 32. Təqdimat proqramında yaradılan faylın tipini, təqdimatın tipində nə olacaq? PPT olacaq. PPT, Y variantı. Bu bizdə Access proqramına aiddir. Access. İkinci Paint aiddir. Ay, sağ ol. Qrafik redaktorudur. TIFF bizdə qrafik redaktordur. X-Elixix isə aferin sizə. Excel-ə aiddir. Doğrudur. Yenə də faylın tam adını istəyir. Yenə diskimizin adı gələcək. Birinci C diski. 2. 3, A variantı 6, 5, 1, 4. Aha, bu 6-da səhvləmirəmsə 2 nöqtədir məncə. Elədirmi? Görünmür. Dura bilmirəm. Hə, bu 2 nöqtədir. Diskin adından sonra 2 nöqtə gələcək. Sonra əyri siləş gələcək sola doğru. Sonra ən sonda 4 gələcək. Hə, mən də orada tam görə bilmirəm. 30 deməli 4 ən sonda gələcək. 4-dən sonra 1 gələcək. Burada da 5 olacaq. Belə cavab var. C variantıdır. C variantı doğru cavabdır, bəli. C variantı doğru cavabdır. Bax, bir dənə fikir verin. Bax, 4-ü niyə ən sonda yazdım? Çünki Dojix-a görə. Dojix mənim faylımın genişlənməsidir. Ən sonda olacaq. Elədirmi? Bu bizdə faylın adıdır. Faylın adından sonra bir dənə əyri siləş. Bu da məndə kataloqdur da. Elə bil qovluqdur da. Ola bilər, ola bilər. Sonra bizdə bunun siləşi buradadır. Fikir verin. Burada bir siləş var. Bəli. Doğru cavabımız C variantıdır. Davam edirik. 34. Verilmiş kateqoriyalardan hansı kontrol paneli idarəetmə qovluğunda yerləşmir? Mən bunu sizin qrupa atmışdım səhvləmirəmsə. Burada 8 dənə əsas qovluq yerləşir ki, mən hansı qrupa atmamışamsa yenidən atarım. Onları əzbərləyin çünki vacibdir, lazımlı bir hissədir. İndi sizə onu şəkildə kitabdan da göstərərəm sizə.
Burada deməli bizdə olacaq programs var. Properties xüsusiyyətlər yoxdur. Hard and sound var. Drive yoxdur. Paint yoxdur. System and schedulity, yəni onun xüsusiyyətləri bu da var. Sistemin və onun xüsusiyyətləri. Windows əməliyyat sistemində doğru olan fayl adlarını müəyyən edin. Deməli 3, 6. 6. Bəli, 1 3 6. Uyğunluğu müəyyən edin. Gəlin baxaq bir yerdə uyğunluğu da müəyyən edək. Corel, Photopaint, Adobe olandır, hansı ki vektordur bu da. Bir də Mathematica CAD. Gəlin baxaq. Vektor görüntülərlə işləmək üçün mən qeyd eləmişdim ki, vektor sözü varsa biz Adobe sözünə baxmalıyıq mütləq şəkildə. Deməli 2-yə uyğundur A. Raster görüntülər adında Paint'dır. B. Bəli. Müəyyən hesablama. Hesablama da matematika. Matematika nədir? Müxtəlif hesablama, riyazi, ölçülü, nə bilim, neynəmək. Bu da olacaq bizdə C variantı. Verilənlər bazası ilə işləmək xeyir. Müxtəlif formatlı mətnlər də xeyir. Deməli C variantı doğru cavabdır. 37. Gəldi əsas məsələlər. Bundan sonra başlayırsın əsas məsələlər öz. Deyir ki, hər birinin həcmi 13,5 kilobayt olan 2 dənə səs faylım var. 2 dənə səs faylım var. Birinin ölçüsü, bir dənənin ölçüsü 13,5 kilobaytdır. Aydındır. Bir dənənin ölçüsü 13,5 kilobaytdır. Bilmirəm. Bunun da siz bilməlisiniz ki, bu informasiya klasterlərdə saxlanılır. Bir dənənin ölçüsüdür bu. Klasterin də ölçüsü nə qədərdir? 6 kilobaytdır. Bir dənə klasterin 6 kilobaytdır. Ay İlham, 13,5 kilobaytın neçə klaster lazımdır ki, yerləşdirəsən? Bax, 6-nın üstünə 6 gəldin. Nə qədər elədi? 12 tam şəkildə doldu da, elədimi? Bir dənə də lazım, bəli. Çünki 1,5-i mən gedib çölə atmalı deyiləm də. Gəlib bu qədər yeri zəbt eləyəcək 1,5. Amma sən bilməlisən ki, bu qədər yeri zəbt eləsə də sən buna yenidən nəsə yükləyə bilmərsən. Və qayda belədir ki, bir klasterə yalnız və yalnız bir dəfə nəsə yükləmək olur. Təkrar edirəm cümləmi. Bir klasterə yalnız və yalnız bir dəfə nəsə yükləmək olur. Sən bunun artıq qalan hissəsini nəsə yükləyə bilmərsən. Artıq o dolmuş hesab olunur və diskin də tutumu, diskdə tutduğu yer 18 kilobayt artıq olur. Çünki 3 dənə 6 18-dir. Baxmaya faylın ölçüsü budur. Diskdə tutduğu yer budur. Səndən nə istəyir burada? Səndən görə nə istəyir? Kompüterin yaddaşına sən üçün yaddaşı istəyir. Bizə lazım olan yaddaş budur. Bir dənəsi 18 kilobaytdır da. Amma sənə deyir ki, hər birinin həcmi bu qədər olan 2 dənə səs faylı. Deməli 18 kilobaytdan 2 dənədir. Başa düşdün? Diskdə tutduğu yer 18 kilobaytdır. Baxma, sənin faylın həcmi bu ola bilər. Amma diskdə tutduğu yer tamam başqadır. Gəlin onu mən sizə əyani şəkildə göstərim. Burada görəsiniz. Məsələn, mən bir dənə belə bir faylım var. Sertifikasiya sualları adının altında. Bunun tutumuna baxın. 777 kilobayt. Görürsünüzmü? Mən onun xüsusiyyətlərinə baxmaq istəyirəm. Gəlin birlikdə baxaq. Properties, onun xüsusiyyətlərini açıram. Burada diskdə tutduğu yerə baxın. 780 kilobayt. Görürsünüz bu hissəni. Amma ölçüsünə baxın 777. Deməli bu onun öz ölçüsüdür, öz ölçüsüdür. Amma diskdə tutduğu yer nə qədərdir? 780-dır. Aydındır. Eyni məsələdir də. Deməli faylın öz ölçüsü ilə diskdə tutduğu ölçü bir-birindən fərqlənə bilər. Özünüz də gördünüz ki, burada mən 1,5 yerdə qalır da, onu çölə atmalı deyiləm. Hər birinin həcmi 8,8 olan 3 dənə video faylım var. Aha, birinin gəlin həcmini tapaq, sonrası asandır da. 8,8-in 6-sını yerləşdirdim bura. 6-sını yerləşdirəndən sonra 2,8 üçün də 6-sını 6 kilobaytı zəbt eləməliyəm də, elədimi? 6 kilobayt, 6 kilobayt nə qədər oldu? 12 kilobayt. 12 kilobaytdan nə qədərdir? 3 dənə. 12 kilobayt. Üstə gəlmək 12 kilobayt. Başa düşdünüz? Ay sağ ol. 4 dənədir. 2,6 kilobaytlıq mənim mətnim var. Düşünməyin ki, mən 2,6 kilobaytlıq mətni buna yerləşdirdim. Bunun artığı qaldı. Yenə də bunun başına nə bilim yerləşdirə bilərəm. Xeyr, belə bir şey yoxdur. Bir dənəsi bir dəfə zəbt olunur. Vəssalam. Yerdə qalana sən heç nə yaza bilmərsən. Deməli 2,6 6 kilobaytlıq klasteri zəbt elədi. Deməli 4 dənədirsə 4 dənə 6-ım 24-ə bərabərdir. 4 dənə 6-ım 24-dür. Məndən nə istəyir? Ümumi burada həcm bir dənə istəyir də bizdə. Bunları toplayacaqsınız. 36, 24,
12, 12, 12. Nə qədər eləyəcək? 96 eləyir, səhvləmirəmsə. Bir dənə qoy toplayaq. 36, bəli, 96. D variantı doğru cavabdır. Aydındır. Kiminsə nəsə sualı varsa buyura bilər. Hamıya hər şey aydındır? Gəlmə. Davam eləyək. Aha, əla. 38. 38-də də maraqlı sualdır. Deyir, diskdə 13 kilobaytlıq səs faylım var, 27 kilobaytlıq qrafik faylım var. Bu faylların ümumi neçə klaster yerləşir? Bu fayllar ümumi neçə klasterə yerləşir? Ümumi olaraq deyir, bunları neçə klasterə yerləşdirə bilərsən? Aha. Gəlin baxaq. Deməli, 13 kilobaytlıq səs faylım var. Klasterin ölçüsü də 5 kilobaytdır. Elədirmi? 5 kilobaytlıq klasterə 13 kilobaytlıq səs faylının neçə dənə klasterin zəbt olunacaq? 5, 2, aha. Baxın, 5 kilobaytlıq yerləşdirdim. 5 kilobayt yerləşdirdim. Bu məndə elədi nə qədər? 10 kilobayt, 5 kilobayt, 15 kilobayt. Elədirmi? Bəli. Baxmayı, aha. 6 dənə də obisində oldu. Bəli. Baxma ki, sənin öz faylın 13-dür də. Onun diskdə tutduğu yer 15 kilobaytdır. Deməli, mənə ümumi olaraq neçə klaster lazımdır? Sualın cavabı neçə klaster oldu? 1, 1, 1. 3 dənə klaster oldu. Gəlin buna baxıq. 27 kilobaytlıq faylım var. 27 kilobaytlıq 1 dənə, 2 dənə, 3 dənə. 5, 5, 5. Oldu nə qədər? 15. Yerdə qalıb axı. 15, 20, 25. Elədir. Nə qədər elədi? Ay, sağ ol. Bayaqdan onu gözləyirdim. Bu nə qədər elədi? Baxırıq. 1 dəqiqə. 1, 2, 3, 4, 5, 6. Bu da 3. 9 deyən İlhama afərin. Bəli. Tamamilə doğrudur. Afərin İlham. Davam eləyək. Diskdə klasterin ölçüsü 8 kilobayt olaraq təyin edilmişdir. Yaddaşda fayl 72 kilobaytdır. Faylın həcminin mümkün variantları müəyyən edin. Aha, indi gəlin baxaq. Bu demək istəyir ki, diskdə tutduğu yer, diskdə biz dedik axı bir var faylın öz ölçüsü, size ölçüsü. Bir də var diskdə tutduğu ölçü. Diskdə tutduğu ölçü nə qədərdir? 72 kilobaytdır. Klasterin ölçüsü 8-dir. Baxın, fikir verin ki, burada vurma cədvəli bilməlisən. 8, 8-im neçə eləyir? 8, 8-ün 64 eləyir. Sənin 72 kilobayt əgər diskin varsa, ümumi tutumu varsa onun, faylın ümumi tutumu diskdə 72-dir də. Sən bilməlisən ki, 8 dənə üzr istəyirəm, klasterin ölçüsü 8 kilobaytsa sən avtomatik bilməlisən ki, burada 9 dənə klasteri zəbt edib. Klaster. Aydındırmı? Ya dolub, ya dolmayıb, fərqi yoxdur. Amma o bilməlisən ki, 64 ilə 72 arasında yerləşir də. Bu 64-ü ala bilmir ha, amma 64-ü ala bilsiniz, zaten 9 dənə yox, 8 dənə klaster olacaqdı. Ona görə də avtomatik bu getdi. 66 ola bilərmi sizcə? Ola bilər də. Elədirmi? 64-dən çünki... Bəli, ola bilər. 68 də ola bilər. Bəli, 68 də ola bilər. Düzdür. Yaxşı. Sonra 72-nin özü də ola bilərmi? Bəli, ola bilər. Amma 62 ola bilməz. 62 olsaydı, yenə də qeyd edirəm, zaten biz onu 8 dənə klaster götürərdik də. 9 klaster niyə götürürük? Elədirmi? Deməli, doğru cavabımız burada olacaq 2, 3. Seçələ cavab yoxdur deyəsən. Bir də 5 var. 2, 3, 5. Y variantı doğru cavabdır. Aydındır. Yaxşı, 74-ü nə üçün götürmədik? 72-dən sonra. Ay,